7 iyun 2026-cı il tarixində Mona Lisa restoranında Ellər Oyuğu kənd icmasının təşkilatçılığı ilə möhtəşəm bir tədbir keçirildi. Ellər Oyuqlarının bir araya gəldiyi bu səmimi görüşdə Ustad Aşıq İskəndər Ağbabalının 100 illik yubileyinə həsr olunmuş Ellər Oyuğu Yaylaq Festivalından unudulmaz xatirələr və təəssüratlar bölüşüldü. Tədbirin davamında Amasya rayon icmasının fəxri diplomları, eləcə də Qərbi Azərbaycan icmasına üzvlük vəsiqələri öz sahiblərinə təqdim edildi. Görüş xoş, ovqat, səmimi söhbətlər və gələcək fəaliyyətlərlə bağlı fikir mübadiləsi şəraitində başa çatdı. Ona görə də yerində, məqamında mən Şəmsi Qocanın bir şeirlərindən qısa misal demək istəyirəm. Silah dağlar, sal qayalar yaylası, bulaqların zümzüməsi, laylası, Ellər kəndi ucalıqdır, yurt salıqdır. İskəndər də bu dağlarda saz çalıqdır. Oğuz, Vətən, el obadan başlayır. Azərbaycan, Ağbabadan başlayır. Həmişə də bizim şəhərimizə fəyalsınız. Qalaşıyev Dünya Səmmədoğlu. Sağlığında biz bu qiyməti verə bilmişdik. Biz Amasyalı olaraq bir yerdə mən indi əzəli yoxlayam, siz hamı bu qiyməti verə bilmişdik, verəməmişdik. Amma bundan sonra niyə verməyək bu qiyməti? Tək Aşıq İskəndər deyil, elə o gücləri. Hər bir adamımızda arada umutçusu olur. Bəli, çay çatmadı. Onun tədbir küçəsi deyiləm. Yəni nəsə başqa bir məqsəddən ötəri incikliyi xahiş edirəm aradan qaldı. Bu 35 ildən sonra, o qaçqınlıqdan gələndən sonra Qərbi Azərbaycanlıların bir yerə toplanmasının birincisi bəlkə sonunda. Avaq keçən bazar günü biz Şamaxıdaydıq, düz bir həftə keçir. Oradakı o tədbirin keçilməsində demək olar ki, qarşıya qoyulan məqsədlərə nail olundu. Birinci məqsəd o idi ki, bizim sazımızın, sözümüzün sönməz məşəri olan Ustad Aşıq İskəndər Ağbabalının 100 illiyi çox böyük təntənəli şəkildə Respublika səviyyəsində qeyd olundu. Onu da demək istəyirəm ki, bu Yaylaq Festivalı da Aşıq İskəndər Ağbabalıya həsr olunmuşdur. Yəni, tədbir əvvəldən axıra qədər Aşıq İskəndər Ağbabalı ilə bağlı idi. Orada ikinci məqsədimiz, biz orada bəzi məişət avadanlıqlarını sərgilədik. Mətbəəmizin bəzi yemək nümunələri göstərildi. Düzdür, yava indi də var, dırmıq indi də var, hər yanda da var. Amma o sərgilənənin özəlliyi ondaydı ki, o Ellər kənddən gəlmişdi. Düzdür, bizim cəmaatımızın böyük əksəriyyəti malını, mülkünü qoyub qaçıbdır, ailəsini, canını xilas edir. Amma elələrimiz olur ki, o avadanlıqları gətirir. Bugün onu bir eksponat kimi, elinə, yurduna bağlılığının bir rəmzi kimi saxlayır. Biz onu nümayiş elətdirməkdə məqsədimiz onu göstərməkdir ki, yəni bizim elimizin, ovamızın insanları öz yurduna necə bağlıdır. Sağ olsun orada kəndimizin xanımları, o pişirilən yeməkləri, o avadanlıqları gözəl şərh elədilər, izah verdilər. Bu işlərdə mən yenə də özüm də təşəkkür eləmək istəyirəm ki, çox insanlar bizə həqiqətən kömək elədi, biz onun yüksək səviyyədə o qədər təşkil oluna bildik. Necə ki, mən bir Ellər kənddə olaraq əlbəttə birinci öz Ellər kəndimi istəyirəm. Necə ki, cəmiyyət ailələrdən başlayan kimi el-oba, vətən də eldən, obadan başlayır. Ki, bizim bir məqsədimiz də o idi ki, öz kəndimizin adını, şanını uca eləmək. Yaylaqlarda əzdadlarımızın izi qalan yaylaq ənənələrini gənc nəsilə göstərmək və nümayiş elətdirməkdir. Çox şükür ki, biz bunların hamısına bu məqsədlərə nail olduq həmin tədbirlə. Mən hamınıza təşəkkür edirəm. Orada iştirak edənlərə öz adamlarına. Söz demək istəyən var mı? Səməddin sözünü davam elətdirək demək istəyirəm ki, bu Ellər Oyuğu sözünün kəndimizin tarixi adını mən qabartdım. Ondan kitab da yazdım, tədbirlərimizdə də hər yanda çıxmışlar, Ellər Oğlu, Ellər Oğlu. Bunu qəbul eləməyənlər də var. Tarixi bilməyənlər, nə bilim bu söz onlara yaz kimi gələnlər və s. belə adamlar da var idi. Amma
O sözün tarixi faktlar çıxartdıq, qoyduq ortalığa 18-ci əsrdə, 19-cu əsrin əvvəllərində olan tarixi mənbələrdən bu kəndin adı Ellər Oyğudur. Kimin dilinə yatsa da, yatmasa da özürlər, kəndinin adı belədir. İndi biz Ellər Oyğu adının möhürünü vurduq tarixə. Tək Ellər kəndi yox, bütün Ağbaba, Qərbi Azərbaycan bildi ki, belə bir kənd var. Nəinki Qərbi Azərbaycan? Bütün Azərbaycanımız bu kəndi artıq tanındı. Sosial şəbəkələrdə azan kimi Ellər Oyğu, Ellər Oyğu. Artıq biz kimsə tanırdı, dilinə mi yatmırdı, bilmirəm, hələ biz danışırdıq. Ellər Oyğunu tarixləşdirdik. Ona görə bu hamımızın uğurudur. Allah sağlığı sağ eləsin. Mən də hamımıza bir daha təşəkkür edirəm. Abdülhamid müəllim, çox sağ olun. Bazar günü vaxt aciz gəldiniz. Bizi tək qoymadınız. Mən Abdülhamid müəllimə xüsusi təşəkkür edirəm ki, bu tədbiri keçirmək üçün dedi sizə, mənə dedi, sənə və Ellər Oyğularına Mona Lizada tədbir keçirmək yaraşır. Mən həmişə bizim bir ofisimiz var. Uşaqlar bilirlər, gedib orada keçirmək istədik. Dedi, yox, sizə və sənə şəxsən Mona Lizaya yaraşır. Sən gedib orada keçirməksən. Sağ olsun, bu qapını da bizə açdı. Biz tədbirimizi burada keçirdik. Allah sağlığını sağ eləsin. İnşallah bütün tədbirlərimiz bir-birindən gözəl olmaq üçün biz nə eləməliyik? Bir olmalıyıq. Birliyimizi və həmrəyimizi qorumalıyıq. Bunu eləməsək. İndi Ağbaba, Azərbaycan Ağbabadan başlayır, Şəmsi deyir. Amasya'da Ellər kənddən başlayır. Tutaq ki, Quzkətdən başlayır, Cibrildən başlayır, Qara Səncədən başlayır. İnsan birinci o doğulduğu kəndin qədrini. Ölkə daşı olmayandan olmaz ölkə vətəndaşı. Əvvəlcə ölkənin daşı, kəndinin yararlısı olmalısan, sonra ölkənin vətəndaşı olasan. Biz öz kəndimizin artıq layiqli vətəndaşıyıq. Kəndimiz üçün nə lazımdır onu edirik və edəcəklər. O cümlələr digər kəndlər də artıq başlayıblar. Qərbi Azərbaycan icmasında yaxşı işləyir, Amasya rayon icmasında artıq xatirə günləri keçirirlər, bütün kəndlərin tədbirləri keçirilir. Böyük bir hərəkət var. Açıq deyim ki, digər rayonlar qısqanırlar bizə. Amasya rayonu üçün bu dəqiqə işləyən yoxdur. Açıq deyim sizə. Mən hamıza təşəkkür edirəm. Bir elan